Kanalıma hoş geldiniz. Bəli, bu normal bir adi bir YouTuber kanalı olsaydı əlbəttə ki siz bunu işlərdiniz. Amma və lakin hər birinizi kanalımda salamlayıram. Ümid edirəm ki bugündən etibarən aktiv olaraq hər kəsə videolarım çatar və istədiklərimi bölüşə bilərəm. İlk öncə onu deyim ki, çox uzun bir müddət fikirləşdikdən sonra bu kanalı aktivləşdirməyə qərar aldım. Sizinlə mən bir neçə məlumatları bölüşəcəm davamlı şəkildə. Bu ola bilər həyatdan olsun, bu ola bilər yaşamdan olsun, bu ola bilər əsasən mənim işim olan təhsillə bağlı olsun, xaricdə təhsil haqqında və yaxud da ki, ümumiyyətlə xaricdə hansı proqramlar olur ki, heç gənclərin bundan xəbəri yoxdur və onlar buna rahatlıqla müraciət edib, hətta ödənişsiz şəkildə gedə bilərlər. Bunun haqqında olsun danışacağım. Siz də əgər mənim kanalımda aktiv olsanız, daha çox insana bu kanal inkişaf edərək daha çox insana Türkiyənin ulaşar, çatar və mən daha həvəsli olaram, daha çox məlumat verərəm. Yəni uzun sözün qısası hər birinizdən aktiv iştirak gözləyirəm. Bundan əlavə olaraq bugün sizə mən başlayacağım tipik motivasiya sözləri ilə. Bu nə deməkdir? Bu deməkdir ki, hər birinizə ümumiyyətlə yeni nəyəsə adım atmaq istəyən, ürəyində arzusu olan hər bir kəsə demək istəyirəm ki, əgər bir planınız varsa, bir məqsədiniz varsa, bu ola bilər ki, gedib hansısa xarici bir ölkədə oxumaq olsun, bu ola bilər ki, balaca bir biznes qurmaq olsun, bu ola bilər ki, yeni bir tamamilə öz sferanızı dəyişib yeni bir ixtisasa atılmaq olsun. Yəni heç bir vaxt bunun üçün gec deyil. İstəkləriniz, əgər ürəyinizdə bir arzunuz, bir istəyi həqiqətən şiddətlə arzuluyursunuzsa, bu demək ki, siz bunu mütləq şəkildə sınamalısınız. Sınamasanız nə olacağını bilə bilmərsiniz. Nə olacağını bilməyərək sınamasanız, riskə atılmaqdan qorxsanız, bu sizi daha da geriyə salacaq. Bu sizin ürəyinizdə bir yara kimi qalacaq hər zaman. Çünki həqiqətən də belədir, yara kimi qalacaq. Çünki həmişə fikirləşəcəksiniz ki, görəsən mən bunu eləsəydim nə olardı? Və yaxud da ki, 2 il sonra sizin arzunuz olan bir şeyi başqa birisi eləyərkən və siz görəndə ki, bu insan bunu eləyib, mən də o vaxt başlasaydım belə bir uğurlu olardımı deyə düşünsəniz, yəni bu hissin verdiyi mənfilik belə kifayətdir sizə. Buna görə də onu ilk öncə hər birinizə məsləhət görürəm ki, nəyəsə başlamaq istəyirsinizsə, ürəyinizdə bir niyyətiniz varsa bunu saxlamayın. Buna doğru addımlar, planlı şəkildə addımlamağa çalışın. Müəyyən bir biznes açmaq istəyirsiniz, birinci o biznes haqqında geniş araşdırma edin. Mümkündürsə gedin o bizneslərin birində işləyin, ən əsas məsələ. İşləyin ki, təcrübə qazanasınız, real mühitdə iş necədir görəsiniz. Çünki başı daşa dəyə-dəyə gəlmək, yəni zaten hər hansı bir şeydə siz başınız daşa dəyə-dəyə gələcək. Amma biri var ki, əvvəlcədən hansı daşların sizə gəldiyini biləsiniz, bir də var ki, yəni dəydikcə görəsiniz, ağırlığını daha çox hiss eləyəsiniz. Ona görə də ən yaxşısı gedib onda iştirak edib, ümumiyyətlə işləyib, biraz təcrübə qazanmaqdır. Bundan əlavə olaraq, misal üçün, xaricdə təhsil almaq istəyirsiniz. Mənim sferam təhsildir, xaricdə təhsildir. Biz bir çox universitetlərlə əməkdaşlıq edirik dünya üzərində və tələbələrlə məşğuluq. Desəniz ki, biri də bölümdən çıxdı, az idi, az deyil, bəli, son illər həddindən artıq çox artıq və biri bölümdən çıxmayıb, biz tam 2018-ci ildən bəri bu işlə məşğuluq. Sadəcə olaraq son bir neçə ildə, deyərdim son 2 ilə yaxındır ki, hər kəs bu sfera ilə daha çox məşğul olmağa çalışır, amma hamısı da məşğul ola bilmir. Bu da bir biznesdir tərəfindən baxsanız, yəni mən də bir bizneslə məşğulam əlbəttə ki, ancaq mən biraz vicdani tərəfi ağır olan bir bizneslə məşğulam, çünki təhsil bir insanın, bir gəncin təkcə təhsili deyil, bu təkcə Azərbaycandakı kimi, yəni düşünməyin ki, diplom aldım, diplomdur, bu təkcə bir diplom deyil, bu həqiqətən də sizin gedəcəyiniz yolu, cığırı müəyyən edir, gələcəyinizi müəyyən edir. Yəni ona bilir ki, biz elə tələbələrlə rastlaşırıq ki, bu tələbə başdan, yəni tamamilə 2 il, 3 il, 4 il, 5 il hətta bir sferada gedib və uğurludur belə deyək, savadlıdır, uğurludur. Sadəcə olaraq marağı bura deyil bu insanın. Təmiz başqa bir şey olmaq istəyir, təmiz başqa bir şeylə məşğul olmaq istəyir, amma risk eləyə bilmir, amma buna potensialı var. Biz ona sadəcə biraz dəstək oluruq, biraz motivasiya veririk və özünə düşünmək üçün zaman veririk, lazımdırsa psixoloji dəstəyə yönləndiririk və çox zaman o tələbələr bizdən razı şəkildə gedirlər və biz düzgün istiqamət veririk onlara. Sadəcə bir məsələ var ki, dediyim vicdan yükü ağır, bu yükün ağırlığını həmişə düşünməyənlər olur. Bunu daha çox pula istiqamətləndirən bir tələbəyə sadəcə bir maddi gəlir yönündə baxan insanlar olduqca çoxdan hal-hazırda. Yəni işinizi ümumiyyətlə nə iş görmək istəyirsinizsə, işinizi vicdanla görün, sevgi ilə görün. Bu videomda mənim kiçik bir sizinlə bağlı, yəni motivasiya xarakterli, eyni zamanda özümü tanıtmaq üçün videodur ki, gələcək videolarımda məni izləyəsiniz, dinləyəsiniz və hər hansısa bir suallarınız olarsa da yazasınız, məmnuniyyətlə suallarınızı cavab verərəm. Qaldı ki,
Bəli, motivasiya xarakterli notlar özüm haqqında məlumat verməyə, özüm Göyçək Abduzadə Ametist Akademiya şirkətinin həm təsisçisiyəm, eyni zamanda burada həm xaricdə təhsil əlaqələri üzrə menecerəm, eyni zamanda da IELTS dərslərini tədris edirəm 2016-dan bu yana. Və sadəcə olaraq son zamanlar yönüm daha çox sırf international communication tərəfli, cooperation tərəfli olduğu üçün, beynəlxalq əməkdaşlıqlarla tərəfə yönəldiyim üçün bu işdən daha çox həzz alıram, belə deyək. Və eyni zamanda da tələbələri, IELTS tələbələri götürürəm. Sadəcə miqdarını, tələbələrin sayını biraz azaltmağın tərəfdarıyam. Çünki yəni daha keyfiyyətli, daha yaxşı onlarla işləyə bilmək üçün və eyni zamanda bu deməkdir ki, mən dərsləmirəmsə bizim ofisimizdə müəllimlərimiz var, onlar da dərsləməyə davam edir. Və özüm Azərbaycan Dillər Universitetinin Filologiya, İngilis Dili Filologiyası fakültəsini bitirmişəm. Eyni zamanda İtaliyada bir neçə təlimlərin iştirakçısı olmuşam və həmçinin burada magistr təhsilini almışam. Düzdür, mən sonra o təhsili yarımçıq saxladım, çünki istiqamət olaraq mənim istədiyim bir istiqamət deyildi. Hal-hazırda daha geniş planlarım var, daha geniş konferanslarım var ki, gələcəkdə xaricdə təhsillə bağlı siz də səhifəmdə görəcəksiniz. Ancaq bu demək deyil ki, bu səhifə sadəcə xaricdə təhsil haqqında danışacaq. Mən eyni zamanda bir anayam və eyni zamanda bir müəlliməm, eyni zamanda bir adi sizin kimi bir insanam, hansı ki gündəlik nələrsə olarsa, maraqlı bir faydalı bir kontentlər olarsa, onları da sizinlə bölüşəcəm. Uşaqların təhsilləri ilə bağlı nəsə bir şey olacaqsa, mən onları sizinlə bölüşəcəm və eyni zamanda təqaüdlə, təqaüdsüz, bakalavr, magistr, doktorantura və yay məktəbləri hər şeylə bağlı məlumatları sizinlə daimi bölüşəcəm. Sizdən sadəcə istəyirəm ki, səhifəmdə aktiv olun və bu aktivliyi necə qoruya bilərsiniz? Bu aktivliyə YouTube bizi qabağa çıxarsın deyə bu aktivliyi sadəcə olaraq çoxlu maraqlı rəy yazmaqlarla, səhifəmdə videonu bəyənməklərlə eləyə bilərsiniz ki, önümüzdəki videolarda və aktivlik davam edərsə, görəcəyik ki, biz bu videolarda mən daha çox yarışlar, müəyyən bir challenge-lar keçiriləcəm, müəyyən bir giveaway-lər keçiriləcəm ki, tələbələrə və yaxud da istəyənlərə və yaxud da maraqlananlara faydalı nələrsə də hədiyyə eləyə bilim. Ona görə də məni izləmədə qalın.